Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gənc nəsil məcburdur Cavan Zeynallıya baxmağa. Cavanlar tanımır onu. Xəbər verilir ki, bu barədə müğənni Kəmalə Günəşli danışıb. Müğənni bildirib ki, 90 yaşında Cavan Zeynallını otuzdurmusunuz, əli əsə-əsə orada. 20 ilin lentini gəlib efirdə oxuyur. Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bildirilir ki, hadisə dünən axşam saatlarında Köhnə Ələt Astara magistral yolunun rayonun Seyid Sadıqlı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb. Belə ki, Chevrolet markalı avtomobil yolu keçən kənd sakini 2016-cı il təvəllüdlü şəxsi vurub. Oğlan uşağı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbir diləyirik.